Xoş gördük. Alberta yəni rəqəmsal qərarla təhsil mərkəzi tərkibində birdən çox təhsil müəssisəsi və idarəetmə mərkəzi kimi birdən çox modul ola bilər. Bir sistem üzərindən, yəni ayrı-ayrı artıq keçmişdə məsələn bizim qurduğumuz planda istifadəçi özü seçim etməli idi ki, hansı səviyyədə qoşula bilər. Məsəl üçün, birinci tutor səviyyəsi, ikinci elmi rəhbərlik üçün direktorluq, artıq bu sistemdə öz vaxtları tanıya biləcək bir səviyyəyə gəlib. İstifadəçinin dərəcəsinə görə ona ayrı dashboardda, yəni panellərə yönləndirir. 3 ayrı, 4 ayrı panel olur, hər birinin ayrı idarəetmə sistemi olur. Deməli, istifadəçinin sistemə idarə əlavə olunma, yəni hansı saatda əlavə olunursa, o saat qeyd olunur. İstifadəçinin PIN kodu giriş zamanı və ya daxili sistemdə olan zaman universitetin adı qeyd olunur. Bu nə üçün? Vəzifəsi tələb olunur. Yenə kafedrada və kafedra hansı kafedrada işlədiyi adı burada qeyd olunur. Atasının adı, soyadı. Daha sonra elektron poçt adresi hansı ki, onunla giriş edəcək ora. Şifrəsi qeyd alınır və hansı səviyyədə girdiyi. Məsəl üçün, admin artıq ən üst səviyyə bir giriş panel olduğu üçün artıq başqa yerə yönləndirilir. Birinci, təbii ki, universitetin elmi şurası rəhbərliyi, yəni kafedra rəhbərliyi olduqları və mobil nömrə isə mobil nömrədən giriş eləmək olunur. Bu məlumatlar sistem tərəfindən qeyd altına alınır. Biz yeni özelliklər olaraq sizə nəyi təqdim edəcəm? Öncəliklə, deməli, sistemimizə giriş edən zaman gördüyünüz kimi burada birdən çox sistemlər qeyd altına alınır ki, məsəl üçün, elektron poçt adresi, mobil nömrə və ya PIN. Bu, eynən Microsoft'un giriş sistemi nəzərdə tutularaq hazırlanmış bir sistemdir. Məsəl üçün, deyək biz elektron poçt adresindən giriş etməyə çalışırıq. Məsəl üçün, gəlin giriş edək, bu Bilalov kafedra rəhbərinin hesabı. Biz bunu yazdıq. Məsələn, deyək ki, burada bir hərfimiz səhvdir, əlimiz yerdəydi. Biz burada davam edə vuran zaman görürsünüz ki, səs bilir ki, belə bir istəsin deyil. AZ yazdıq, daha sonra davam edə vururuq. Davam edə vurduğumuz zaman isə burada şəxsin adı, soyadı və vəzifəsi, eyni zamanda burada hesabı və burada hansı universitetdə fəaliyyət göstərdiyi, tələbə və kafedra rəhbəri olduğu hansı universitetin ali təhsil və ali yəni kollecin hansı daxildir. Hal-hazırda dashboard hazırlanmadığına görə burada təbii ki, istifadəçinin giriş məlumatları qeyd altına alınsa belə, yəni biz burada artıq şifrəni görürsünüz burada, biz şifrəni kopyalayaq buradan və əlavə edək, biz belə. Daha sonra davam edək. Bizə OK qaytarır. Ondan gəlin burada bir dənə əlavə bir şey əlavə edin, səhv olan bir şey. Və bizə adımızla bildirir ki, hörmətli daxil etmə şifrə yanlışdır. Daha sonra biz yenə eyni zamanda biz həmin Bilalov Əli kafedra rəhbərinin digər şəxsi məlumatlarla giriş etməyə çalışaq. Məsəl üçün, PIN kodu ilə, şəxsiyyət vəsiqəsinin PIN kodu ilə yazaq və davam etdiyimiz zaman eynən həmin parolu biz düzgün yazdığımız zaman bizə OK və səhv yazdığımız zaman bizə sizin giriş məlumatlarınız yanlışdır deyə qaydaq. Eyni zamanda mobil nömrə ilə də giriş edə bilər istifadəçi. Mobil nömrəsini biz yapışdıraq, danışırıq və eynən həmin şəxsin məlumatları gəlir və biz yenə burada şifrəni düzgün yazdığımız zaman səhv yazdığımız zaman isə xəta mesajını bizə bildirir. Qaydaq. Daha sonra isə dediyimiz kimi başqa universitetdə işləyən şəxslərə məsələn tələbə girişi. Məsəl üçün, Könül Cəfərova tələbə girişi məsəl üçün şəkildə edək. Görünür ki, artıq burada yenə tələbə olduğu bildirilir və o
Məhəmməd Universitetində olduğu bildirilir. Daha sonra isə biz gəlin başqa bir universitetin, məsəl üçün, Bakı Dövlət Universitetində işləyən Riyaziyyat və Kibernetika Fakültəsinin kafedra rəhbəri olan Əliyar Sərxanova Əhmədov girişini də məsələn bu şəkildə gələk, bunu götürəcəyik, yerləşdirək. İndi bu şəxs sistemə daxil olan zaman gördüyünüz orada Bakı Dövlət Universiteti, yəni tədris aldığı və təhsil verdiyi, tədris təlim verdiyi ixtisas müəssisəsinin adını qoyur. Bu şəkildə yenə həmin digər eyni məlumatlarla həmin şəxsin hesabına giriş etmək mümkündür. Daha sonra isə istifadəçi öz şifrəsini unuda bilər. Və ya bunun üçün burada şifrəni unutdum bölməsi var. Burada keçid edir. Və burada ondan tələb olunan 4 məlumat, elektron poçt adresidir, mobil nömrəsidir, findir və atasının adıdır. Ata adı yazdığı zaman böyük hərflə başlamalıdır ilk hərf. Mobil nömrə yazdığı zaman 994 plus şahıs olmadan sıfırdan başlayaraq qeyd olmalıdır. Bazıları o şəkildə qeyd olunur. Əks halda yazıldığı zaman bu düzgün qəbul edilməyəcək. Biz gələk məsəl üçün. Könül Cəfərovanın şifrəsini unudub deyək. Könül Cəfərovanın sistemdə etdiyi müraciətə bildirir. Daha sonra isə mobil nömrəsini yazır. Daha sonra isə PIN kodunu qeyd edir. Bunlar kənardan oxunmaması olan məlumatlar olduğu üçün gizlənərək bildirir. Məsələn, Oqtay. Aslında adını yazır. Biz deyək, bir dənə bura gedək səhvə Oqtay, yer 2 dənə çəkdi, 2 dənə yazdı, bir dənə atıran qabağını və zaman deyib, qarşı məlumatlar yanlışdır. Çünki istifadəçi bu halda şifrəni görə bilməz. Bir tam məlumatları bizə bildirir. Yəni biz bu şəkildə bunu verək və davam edək. Gördüyünüz kimi istifadəçi təqdim etdikdən sonra onun şifrəsi ona bildirildi. Yəni bazadan da qeyddə alacağımız kimi şifrəsi burada görünür.